Şaxta usulü olduğu iqlimi soyuq olan ərazide, Rusiyanın Komi vilayətində, Avşin Alyask ərazisində deməli şaxta usulundan neft hasil edilir. Muradxanlı Morakən Ceyran çöl azınlığı təsdirlər, deməli Göranboyda da təsdirlər, tərəflər arasında mövzular. Ümumiyyətlə, ölkəmizdə yanmayan neft yalnız və yalnız hardadır? Naftalandadır, neft yanmayan neft adlanır. Ən qədim neft yataqlarımız Bibi Heybət, Balaxanı, Şuraxanı, Sabunçu, Namanı və Binəqədi, eyni zamanda Pirallahıdır. 1930-40-cı illərdə Qala, Zır, Rıqbatan, Buta, Quşxana, Yasamal, Qaraçukur və Buzovna yataqları aşkar edildi. Deməli, burada geniş neft yataqlarımız daha sonra Zirəl, Səngəçal, Tubanlı, Üşovdaq, Kirovdaq, deməli, Qarabağlı, Kürsəngi, Muradxanlı, Morakən təsdirlər, Kəmaləddin, Siyəzə kimi yataqlarda çıxarılır. Kəmaləddin hansı ərazidədir? Ceyran çöldə. Samux rayonundan qalan ərazidə deməli, Kəmaləddin yatağı mövcuddur. Muradxanlı İnişildədir, Morakən deməli, Kürdəmir ərazisində yerləşir, deyə bilərik. Və sərvlə ilə axır. Müstəqillik illərində zəngin neft ehtiyatlarına malik. Yəni, bu çox önəmli məlumatdır. Bax, bu testlərə düşə bilir. Müstəqillik illərində zəngin neft deməli, qaz ehtiyatları Azəri, Günəşli, Çıraq, Şahdəniz, Qarabağ, Danoduzu, Əşrəfi, Kürdaşı, Oğuz, Alov, İnan, Talış, Dəniz yataqları istifadə verilmişdir. Yəni, hal-hazırda neft hasılatın bəlkə də 99%, yəni, deyə bilərəm ki, hal-hazırdakı bax, bu yataqların ərazisindən istehsal edilir. Var. Amoco, Exxon, Pennzoil, ABŞ-ın, British Petroleum, deməli Britaniyanın, Lukoil Rusiyanın, Statoil Norveçin, Total Fransanın, Yaponiyanın Hitachi şirkəti, yəni burada əsas hasilatçı sayılır. Ən çox da ki, burada ən çox BP-nin payı daha çoxdur təbii ki. Qeyd edə bilərik. Azerlight markalı bizim Avropada satılan neftimizin markasıdır. Deməli, çıxarılan əsas yataqlarımızdan çıxarılan neftin emalı Səngəçal və Dübəndi terminallarında aparılır. Səngəçal və Dübəndi ümumiyyətlə Bakıda ən məşhur neft emalı müəssisələri hesab edilir. Təbii qazda da eyni biz yeraltı anbarlar deyəcəyik. Qaradağ, bir də Kalmaz. Qaradağla Kalmaz təbii qaza məxsusdur. Qaradağ, bir də Kalmaz deməli yeraltı anbarları şeyə məxsusdur, təbii qaza məxsusdur. Səngəçanla və Dübəndi neftə məxsusdur. Burada neft kəmərlərimizin uzunluqlarına diqqət eləmək lazımdır. Məsəl üçün, əsas neft kəmərlərimiz ümumiyyətlə hansılardır? Bakı, Tbilisi, Ceyhandır. BTS də deyirik biz buna. BTC. 1767 ən uzunu bu hesab edilir. Ən uzun ümumiyyətlə budur. İkinci yerdə gəlir neft kəmərlərimizdən Bakı-Supsa 837 kilometr uzunluğa malikdir, qeyd edə bilərik. Bunlardan əlavə, deməli, eyni zamanda dəmir yolu vasitəsilə də daşınma mövcuddur. Bakı-Batum istiqamətində xüsusi vurğulaya bilərik və Bakı-Novorossiysk 1333. Birinci yerdə gələcək BTC, ikinci yerdə gələcək Bakı-Novorossiysk, üçüncü yerdə gələcək Bakı-Supsa. Bu neftin ardıcıllığıdır. Neft kəmərlərimizin, boru kəmərlərimizin uzunluğuna görə ardıcıllığıdır. Təbii qaza gəldikdə, deməli, burada da quruda ən məşhur yataqlarımız Qaradağ, Qobustan, Gürcan, Zirədir. Suda da ən məşhur yataqlarımız hansılardır? Şahdəniz yatağını xüsusilə fərqləndirə bilərik. Daha sonra Ümid yatağı, deməli, daha böyük potensiala malikdir. Üç formada istehsal edilir təbii qaz, hasil edilir. Sərbəst qaz, buna başqa cür mədən qaz deyirik. Yəni, bu sırf qaz çıxarırlar da buradan, başqa bir şey çıxardılmır. Bir də var ki, səmt qazı. Səmt qazı neftlə birlikdə çıxır. Neftlə birlikdə çıxır. Məsəl üçün, Azəri, Çıraqlı, Günəşlidən çıxarılan neft var, onunla birlikdə qaz da çıxır. Buna biz səmt qazı deyəcəyik. Amma zavod qazı, bu məqsəd qaz çıxarmaq deyil, neft çıxartmaqdır. Neftin emalı zamanı ondan az miqdarda qaz alınır ki, buna zavod qazı deyilir. Yəni, bunların içərisində ən keyfiyyətlisi təbii ki, mədən, yəni sərbəst qazdır. Qeyd edə bilərik bunu. Elektroenergetikaya gəlsək, bunun haqqında dünyada keçəndə Azərbaycan haqqında da məlumat vermişdim. DRES nədir, İEM nədir? Ümumiyyətlə,
İES-lər iki yerə bölünür. İEM-lər və DRES-lər. İEM-lər həm enerji, həm də belə desək ki, buxar istehsal edir. Amma DRES-lər yalnız və yalnız elektrik enerjisi istehsal edir. Yəni bunun fərqi bundan ibarətdir. DRES-lər xammala meyllənir, amma İEM-lər istehlak və deməli tələbata meyllənir, xammala yox. Qeyd edə bilərik bunları. Azərbaycanda ən güclü deməli İES-lərimiz Mingəçevirdədir, daha sonra Şirvanda hesab edilir. 2.4 milyon gücə malik Mingəçevirdə, ondan 2 dəfə balaca 1.2 Şirvan deməli İES hesab olunur. Bundan başqa modul S-lər mövcuddur. Modul S-lər. Modul S nədir? Müasir tipli elektrik stansiyaları. Bunlar xüsusi motorlar vasitəsilə işləyir və xammalı qazdır. Belə deyim də, qazla işləyir bu həmin modul S-lər. Azərbaycanda modul S-lər ümumiyyətlə harda var, hansı rayonlarımızda var, onları bilmək lazımdır. İnzibati rayon olaraq hansı rayonlarımızda var, onları bilmək lazımdır. Bunlardan biri Astaradadır. Astarada. Biri deməli Lerikdə var. Lerikdə var. Qaradağ rayonunda var. Bakıda deyə bilərik biz buna. Deməli, Qubada var, Xaçmazda var, Şəkidə var, bir də Naxçıvanda var. Naxçıvanda, deməli, modul tipli elektrik stansiyası. Modul S-lər müasir tipli elektrik stansiyasıdır. Bunlar yığcam və müəyyən, çox da geniş olmayan bir ərazini fasiləsiz və enerjiyə xüsusi tələblərin olduğu müddətdə enerjini çoxaldır. Sutkanın müəyyən saatlarında enerjiyə tələbat az olduğuna görə enerjini azaldır. Yəni bu modul S-lər ona görədir. Tutaq ki, köhnə İES-lərdən fərqi odur ki, köhnə İES-lər standart enerji verir. Enerjiyə tələbat çox olanda da, az olanda da standart. Amma modul S-lər enerjiyə tələbat çox olanda daha çox enerji verir, az olanda daha az enerji istehsal edir. Gəldik su elektrik stansiyalarına. Su elektrik stansiyalarında konkret bir çayın üzərində bir neçə su anbarı, elektrik əhəmiyyətli su anbarı varsa buna kaskad deyirlər. Mingəçevir Azərbaycanda ən böyük istilik elektrik stansiyası olmaqla yanaşı su elektrik stansiyası da ən güclü perspektiv Mingəçevirdədir. 424 min kilovat deməli enerji istehsal edir. Şəmkir ikinci yerdə gəlir 380 min. Yenikənd üçüncü yerdə gəlir 150 min kilovat enerji istehsal edir. Daha sonra deməli Yevlaxın Varvara kəndinin yaxınlığında Varvara su elektrik stansiyası var. 16,5 min gücə malikdir. Deməli Ağdərənin Sərsəng deməli elektrik stansiyası 50 min kilovat enerjiyə bərabərdir. Naxçıvanda Araz qovşağı 22 min. Bundan başqa Ordubadda SES-lər var. Yəni hal-hazırda işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur zonasında Çıraq 1, Çıraq 2 Kəlbəcər rayonu ərazisində mövcuddur.